Harda qaldı bu fətal doktor? Gəlsəydi başlayardıq da iclasa. Ciddiləşin, iclasa başlayırıq. Ambulans sürücüsü Fatih. Sənə o gün dedim ki, Sumqayıtdan get xəstəni götür. Niyə gec gəldin? Sumqayıtdan bir nəfər gətirmək sərf eləmir. Dedim 3 nəfər də olsun, elə bir dəfə çıxır. Sən kardiologiya şöbəsindən ağarır. Ben kimim? Sınıqda. Sınıqçı. Ben de getmişdim oraya, bir xəstənin qəlbi sınmışdı, 10 cəl. Bizim palatamız 1000 manatdır. Amma xəstəxanada it oluyur. Kimi tutduq burada yatızdırmalıyıq. Nə üçün gəlmişdin buna? Araç üçün gəlmişdi. Bir həftədir burada. Canımı qutarıb getmək istəyirəm, buradan çıxamıram bu xarabadan. Bugün sənin veşlərini özüm yığıram, gedirsən. Bu nədir ki? Elə bu axırıncı elə bil ki, səni təmizləyirik, yola sallıq da. Yarasın, yarasın. İndi də belə çizdirirsiniz məni. Bacımın zapiskasına bax. Düz bir aydır ki, mənim oğlumla gəlinim bura doğuşa gəliblər. Gəlinimizin doğuşu super, möhtəşəm, düppədüz olur. Bu oğlumuzdur, bu da 30 mini doğuş. Happy birthday to you. Ad günü mübarək. Biri oxuyur, biri tərcümə eləyir. Nədir bu? Nə edirsən? Birinci anavın pişirdiği tortu üfürürsən, hə? Anamın sözündən çıxmırsan da sən. Anamın sözündən çıxmasaydım, xalam qızını alardım. Şu olub yumruğumu stolun üstünə vura bilmirsənsə. Üfür, heç nə deməyəcəm. Mən önce üfürmək istəmirəm. Tüpürmək istəyirəm. Ya ben bezmişəm üstünləri bizdən. Ana, bu. Birinci mənim tortumu üfürdü. Sən zarafat elə. Cümə axşamı saat 22:30-da ARB-də.